elektromobil veya plug-in hibrid avtomobil sürürsən və özünə şarj cihazı axtarırsansa, bu video ilə bax sənə üçündür. Məni bilən bilir və tanıyır ki, mən artıq 2022-ci ildən bəri elektromobil və plug-in hibrid avtomobillər istifadə edirəm və o gündən bəri bir dənə şarj cihazı istifadə eləmişəm ki, hansı ki, həmin şarj cihazını 32 amperdə də, 16 amperdə də, 6 amperdə də, 8 amperdə də istifadə eləmək olur və el arasında sən 0 faza ilə işləyir, yəni 0 faza ilə işləyir. İndi sizə həmin o şarj cihazını göstərəcəm. Gəlir, vəhşi gəlir. Gəl. Deməli 14119 kilovat. 14119 kilovat, siz təsəvvür eləyin ki, bu avadanlığı istifadə eləmişəm mən. 14119 kilovatda, 1 kilovatda siz fikirləşin ki, 15 qəpik çöldə taxdığınız şarjdan elə desək, ortalama 15 qəpik ekonomiya edirsiniz. Və mən bu avadanlığı istifadə edirəm əsas deməli 24 amperdə və ya 16 amperdə, bəzi hallarda 32 amperdə və indiyənə kimi yəni həqiqətən heç bir problem yaratmayıb. Elkar brendindən məxsusdur və bir dənə də bax belə bir şey var. Onu da göstərim sizə, onu da sizə göstərim. Deməli mən görürsüz avadanlığı taxmışam. Birbaşa o nə bilim o adını bilmirəm. Birbaşa o yuvaya taxmışam da belə üçlü yuvaya taxmışam. Amma harasa gedəndə, məsəl üçün gedirsiniz rayona dincəlməyə, bir A-frame tutmusunuz, istirahət eləmək istəyirsiniz, götürürsünüz, Alex, saç dur, video çəkirik. Götürürsünüz həmin avadanlığı, çıxarırsınız, qoyursunuz maşına, bunu da yanına. Həmin avadanlığın o göy hissəsini taxırsınız deməli bura. Bunu da adi rozetkada taxırsınız, rozetkaya 16 amperə kimi şarj yığır. Bu da belə. İndi hələ səhifəni taq eləyəcəm aşağıda. İndi hələ başlıqlar indi belə narahat deyil və ya buraları belə qara falan deyil. Daha yaxşıdır, dəmirlə falandır. Daha effektivdir. Əvvəllər qiyməti daha baha idi, indi daha ucuzdur. Yəni istifadə olunub, reklam deyil, tövsiyədir. Yəni 14.000-də 15.000 paşlı biz istifadə eləmişik bu avadanlığı. Siz də alıb can rahatlığı ilə Elkardan şarj avadanlıqlarını istifadə eləyə bilərsiniz. Zəmanətləri də hamısının var. Sağ olun, salamat qalın.